İran üçün son şans. Burada Vaşinqtonda son günlər baş verənləri məhz bu cür dəyərləndirirlər. Xüsusən də Prezident Donald Trump'ın son açıqlamaları və İrana qarşı hazırlanmış və 2-ci Dünya müharibəsindən sonra ən böyük hərbi əməliyyatlar sayılan hücum planı qeyri-müəyyən müddətə təxirə salınır. Görünən odur ki, ABŞ və İran arasında yekun olaraq tarixi bir şans yaranıb danışıqlar yolu ilə bu münaqişəni həll etməyə. Amma tərəflər bu şansdan necə istifadə edəcəklər, necə yararlanacaqlar, onu önümüzdəki günlərdə görəcək. Prezident Donald Trump'ın son açıqlamalarına diqqət yetirsək, Prezident Trump İran rəhbərliyini açıq şəkildə ikiyüzlükdə itham eləyir və bildirir ki, bu həqiqətən də İran üçün son şansdır. Əgər İran rəhbərliyi yekun qərara gəlib razılaşma əldə etməsə, İrana qarşı indiyə qədər görünməmiş ən böyük hücum əməliyyatlarına başlanacaq. İranda isə ABŞ-la danışıqlar mövzusunda fikir ayrılığı var. İki tirəlik var. Prezident Pezeşkiyan İrana qarşı sanksiyaların aradan qaldırılması və bu münaqişənin danışıqlar yolu ilə həll olunması tərəfdarıdır. Xarici İşlər Naziri Abbas Arakçı isə bildirir ki, ABŞ-la birbaşa danışıqlar yoxdur. Sadəcə vasitəçilər ilə müəyyən mesajlar alınır. Vasitəçilər də Körfəz ölkələrində, xüsusən də Oman və Qətərdir ki, onlar ABŞ-dan aldıqları mesajı Tehrana çatdırırlar. Ən əsası isə İslam İnqilabi Keşikçiləri Korpusu, yəni Sepah rəhbərliyi və Sepaha yaxın olan bəzi İranlı deputatlar ABŞ-la heç bir danışıqların olmayacağını bildirirlər ki, bu ABŞ-la İran arasındakı təmasları, danışıqları müəyyən qədər çətin vəziyyətə salır. Çünki həqiqətən də burada Vaşinqtonda İranda kiminlə danışmaq lazım olduğu bilinmir. Prezidentlə, Xarici İşlər Naziri ilə, parlament sədri ilə, yoxsa Sepahla. Çünki İranda həqiqətən də bir fikir parçalanması var, bir hakimiyyətin bölünməsi var. Amma istənilən halda ABŞ-ın şərtləri dəyişməz olaraq qalır. Hörmüz boğazı qısa bir müddət ərzində açılmalıdır. Ticarət gəmilərinin oradan təhlükəsiz keçidi təmin edilməlidir. İran nüvə proqramından bir dəfəlik imtina etməlidir və İran ərazisində saxlanılan yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatları İran ərazisindən çıxarılmalı və ya beynəlxalq təşkilatların nəzarəti altına verilməlidir. Bu şərtlər təbii ki, İran tərəfindən qəbul edilmir. İran tərəfi də bildirir ki, Hörmüz boğazı milliləşdiriləcək, oradan keçən gəmilər İran dövlətinə rüsum ödəməlidir. İran tələb edir ki, ABŞ və İsrail təminat verməlidirlər bir daha İran ərazisinə hücum etməyəcəkləri barədə. İranın dondurulmuş aktivləri geri qayıtmalıdır. İranın tələbi budur. İrana qarşı tətbiq olunan bütün sanksiyalar aradan qaldırılmalıdır və ABŞ və İsrail İrana qarşı heç bir siyasi, hərbi, iqtisadi sanksiyalar, müdaxilələr tətbiq etməməlidir. Təbii ki, bu ziddiyyətli yanaşmalar ABŞ və İran arasında hələ də razılaşmanın əldə olunmadığına gətirib çıxarıb. Amma xüsusən də Körfəz ölkələri, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Qətər ABŞ və İran arasında bu münaqişənin böyük müharibəyə çevriləcəyindən ehtiyat edirlər. Çünki bu müharibə İrana ziyan vurmaqla yanaşı, eyni zamanda Körfəz ölkələri üçün də böyük və ağır itkilər deməkdir. İrana edilən hücumlara cavab olaraq İran ballistik raketlərlə və dronlarla Körfəz ölkələrindəki ABŞ-a məxsus hərbi bazalara hücum edir. Eyni zamanda Körfəz ölkələrinin özünə məxsus hərbi bazalara, neft, qaz yataqlarına, mülki infrastruktura zərbələr endirir və İrandan sonra bu münaqişədə ən çox zərər görən, əziyyət çəkən ölkələr elə Körfəz ölkələridir. Bu baxımdan Körfəz ölkələri ciddi şəkildə vasitəçilik etməyə çalışırlar ki, ABŞ ilə İran arasında müəyyən razılaşmalar əldə olunsun. Hətta Prezident Donald Trump da öz paylaşımlarında bildirirlər ki, Səudiyyə Ərəbistanı rəhbərliyi, Oman rəhbərliyi, Qətər, Birləşmiş Ərəb Əmirlikləri ona zəng edərək xahiş edirlər ki, İrana qarşı bu böyük hücum əməliyyatını müəyyən müddətə təxirə salsın və İranla danışıqlar üçün növbəti bir şans versin. Yaxın günlərdə bu şansın reallaşacağını, yoxsa hərbi əməliyyatların bərpa olunacağını mı, bunu zaman göstərəcək. Amma bu müharibə təkcə İrana deyil, ABŞ-a da
böyük itkilər bahasına başa gəlir. Rəsmi məlumatlara görə bu günə qədər Amerika Birləşmiş Ştatları 15 hərbi qulluqçusunu itirib. Hətta bəzi qeyri-dəqiq məlumatlara görə 538-dən 680-ə qədər hərbi qulluqçusu müəyyən dərəcəli yaralar alıb, yaralanıb. Amerika Birləşmiş Ştatları indiyə qədər 38 milyard ABŞ dolları məbləğində vəsait xərcləyib bu hərbi əməliyyatlara ki, bu da burada Amerika Birləşmiş Ştatlarında yerli Amerikanlıların artıq ciddi narazılığına səbəb olur. Amerikanlar İranla müharibənin uzanmasının, onların gündəlik həyatında sosial, iqtisadi durumlarına ciddi şəkildə təsir göstərdiklərini bildirirlər. Çünki bu müharibə ABŞ dövlət büdcəsi, yəni sadə Amerikanlıların, vergi ödəyicilərinin pulları hesabına reallaşır ki, burada gündəlik həyatda, marketlərdə, bazarlarda hər bir şeyin qiyməti artmağa doğru gedir və xüsusən də Hörmüz boğazında gəmilərin keçidinin qapanması Amerika Birləşmiş Ştatlarında yanacağın, benzinin qiymətinin xeyli artmasına gətirib çıxarıb. Hazırda son və yekun mərhələdir. ABŞ ilə İran arasında ya danışıqlar başlayacaq, ya da Donald Trump'ın dediyi kimi misli görünməmiş böyük müharibə, hərbi əməliyyata start veriləcək. Amma heç bir tərəf, nə İran, nə də ABŞ böyük müharibəyə başlamaq istəmir. Çünki bu hər iki tərəfə müəyyən səviyyədə, müəyyən ölçüdə ziyan gətirir. Ən böyük itkilər, ən böyük ziyan isə təbii ki, İran İslam Respublikası üçündür. İranın ali dini lideri, generalları, rəhbər şəxsləri sui-qəsdə məruz qalıb. İranda indiyə qədər qeyri-rəsmi məlumatlara görə 6000 İranlı əskər öldürülüb. 10 minlərlə, təqribən 25-30 minə qədər yaralı var. Hətta bir sıra beynəlxalq İnsan Haqları Təşkilatının dediyinə görə 1700-2500 arası mülki ahali öldürülüb, minlərlə yaralı var. İran İslam Respublikası ərazisindəki hərbi obyektlərlə yanaşı sənaye obyektləri, strateji obyektlər, yanacaq fabrikləri, zavodları, strateji körpülər sıradan çıxarılıb. Yəni, İran İslam Respublikası bu müharibənin uzanmasından ən çox zərər görən bir ölkədir. Ona görə ABŞ-la danışıqların əldə olunmasında ən çox maraqlı olmalı olan ölkə də məhz İrandır. Sadəcə İran rəhbərliyi ABŞ-la əldə olunacaq danışıqlarda, razılaşmalarda İran üçün ləyaqətli bir razılaşma tərəfdarıdırlar. İran özü üçün, öz milli maraqları üçün, suverenliyi üçün uyğun olan ləyaqətli bir razılaşma tərəfdarıdır ki, bu da ABŞ tərəfindən çətin qəbul olunan şərtlərdir. Amerika Birləşmiş Ştatları bir dünya gücü olaraq ilk növbədə Hörmüz boğazının açılması, İranın körfəz ölkələrinə, oradakı hərbi bazalara, xüsusən də ABŞ-ın maraqlarında olan obyektlərə, ABŞ hərbi bazalarına hücumlarının dayandırılmasını və İranın birdəfəlik nüvə proqramından imtina etməsi və zənginləşdirilmiş uranın İran ərazisindən çıxarılması, yəni sadə dildə desək, həmin uran ehtiyatlarının İranın əlindən alınmasına çalışır. Burada İsrailin də öz rolu var. Elə bu münaqişənin yaranmasında İsrail faktoru ciddi səbəb olaraq dayanmaqdadır. Çünki ABŞ-ın xarici siyasətində İsrail çox önəmli yerə sahibdir. Hətta Prezident Donald Trump ikinci dönəm prezident seçildikdən sonra İsrailin baş naziri Benjamin Netanyahu, səhv eləmirəmsə 8-ci dəfədir Vaşinqtona gəlir və Ağ Evdə Prezident Donald Trumpla görüşür. İsrailin əsas istəyi, İsrailin əsas qayğısı İranın heç bir halda nüvə proqramına sahib olmaması, İranın nüvə silahına sahib olmamasıdır. Çünki İsrail düşünür ki, İran nüvə silahına sahib olarsa, onu ilk növbədə İsrailə qarşı istifadə edəcək. Ona görə Tel Aviv, İsrail ciddi şəkildə Amerika Birləşmiş Ştatlarına, Vaşinqtona təzyiq göstərir ki, ABŞ-la danışıqlarda hərbi və siyasi təzyiq davam etdirilməlidir. İranın nüvə silahına, nüvə proqramına sahib olmaması üçün bütün zəruri addımlar atılmalıdır. Önümüzdəki həftə, önümüzdəki günlər çox
önəmlidir. ABŞ və İran arasında danışıqlar başlayacaqmı, yoxsa hərbi əməliyyatlara start veriləcək? Bunu yaxın günlərdə görəcəyik. Baş verəcək bütün hadisələri sizlərə çatdıracağım. Vaşinqtondan bütün isti məlumatları sizlərlə bölüşəcəm. Salamat qalın.